Kommunizmi 1917-ci ildə baş verən və dünya tarixinin axarını dəyişən məşhur oktyabr inqilabı zamanı Çar ailəsinin iqamətgahı Qış sarayının ələ keçirilməsi əslində heç də filmlərdə gördüyümüz o qanlı və dramatik səhnələr kimi baş verməyib. Sovet təbliğat maşını 10 illiklər boyu bu hadisəni minlərlə insanın iştirak etdiyi kütləvi və qəhrəmanlıq dolu hücum kimi təqdim etsə də, tarixi faktlar tamam başqa mənzərəni ortaya qoyur. Həmin gecə Sankt-Peterburqda həyat öz axarı ilə davam edirdi. Sarayın müdafiəsi isə o qədər zəif idi ki, bolşeviklər binaya heç bir ciddi müqavimətlə qarşılaşmadan, demək olar ki, açıq qapılardan daxil olmuşdular. Ən təəccüblüsü isə itkilərin sayı idi. Böyük və qanlı döyüş nöqtəsi kimi xarakterizə edilən bu hücum zamanı cəmi 5-6 nəfər həlak olmuşdu. Maraqlıdır ki, 1927-ci ildə bu hadisəni canlandırmaq üçün çəkilən filmdə yaralananların sayı real inqilab gecəsindəkindən qat-qat çox idi. Hətta deyirlər ki, o filmin çəkilişi zamanı saraya dəyən zərər, inqilab gecəsi dəyən zərərdən qat-qat çox olub. Əslində tarixin gümüş lentlərə və qalın dərsliklərə həkk olunmuş parlaq səhnələrinin arxasında hələ kəşf olunmağı gözləyən və bildiklərimizi kökündən sarsacaq saysız-hesabsız gizli həqiqətlər yatır. Ona görə də rahatlıqla deyə bilərik ki, hələ bilmədiyimiz çox şey var.